Bakıxanovda, bu Aygün Mol'dur. Aygün Mol Bakıxanovun mərkəzi yerində. Bu istiqamətə gedəndə 94 nömrəli məktəbə tərəf kirayə mənzilimiz var. Bax, Uşaq Poliklinikasının binasıdır. Bu da 94 nömrəli məktəb. Düz bu binada 5-in 3-cü mərtəbəsində da bir otaqlı mənzil kirayə verilir. Bakıxanovda mərkəzi ərazidə 94 nömrəli məktəbin yanına bax, bir otaqlı mənzilimiz kirayə çıxıbdır, kirayə verilir. Bir otaqlı 5 mərtəbənin 3-cü mərtəbəsidir. Hər iki tərəfə balkonu var. Burada balkonu var, məktəbə də baxır. Bu məktəbin hasarıdır. Bax. Görürsünüz, görünür məktəbin hasarıdır. Biraz şey görünür. Düz Uşaq Poliklinikası var. Uşaq Poliklinikasının üstündədir. 3-cü mərtəbədir. Bir otaqdır. Belə də yəni boş evdir. Bir dənə belə girişdə paltaras mağazada belə bir şey var. Balaca şkafı. Qaz su işıq pastayanlıdır. İndi su bağlanıb, ofşlu iğnədən bağlanıb. Kim istəsə, kimə maraqlı olur. Çoxdan da yaşayış yoxdur. Biraz paryatkası yoxdur. Yəni silib süpürüb təmizləsən yaxşı səlqəli ev olar. Təmiri səlqəlidir, gir yaşadır. Yəni bol laminatdır, təmir qaydasındadır. Bir dənə silib süpürüb təmizləyib, indi lazım olan bu işləri qoyub köçüb yaşamaq lazım. Qiymətdə 350 manat. Kimə maraqlı olsa əlaqə saxlasın, Allah xeyir versin. 20% də ofis puludur, xeyirli olsun.